Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Bu gün tarixdə zaman ölçü vahidlərinə, zaman anlayışına baxacağıq, onların hesablanması qaydasına. Deməli, bilirik ki, bizdə əsasən zaman ölçü vahidləri əsr, min il, sonra qərinə, rüb və başqalarıdır. Rübə baxsaq, bildiyimiz kimi 1 rüb 25 ildir. 1 qərinə istifadə olunmasa da 33 ildir. 1 əsr 100 il. Təbii ki, yarım əsr 50 il. Minillik isə 1 minillik isə 10 əsrdir. Bu belə. Deməli, sonra baxaq görək, bəs biz hadisələrin hansı əsrin birinci, ikinci yarısına düşməyini necə müəyyən edə bilərik? Məsələn, konkret bir dənə rəqəm götürək. Tutaq ki, eradan əvvəl 330-cu il. Eradan əvvəl 330-cu il, məsələn, həmən imperiyasının sonu. Gördüyümüz kimi bu 4-cü əsrdir. 3 rəqəmli olanda belə buradan rahat müəyyən edə bilərik. 3 əsr tamamdır, 30 ildə artıq o birinci əsrdən baş verib. Bu gördük ki, 4-cü əsrdir. Yaxşı, bəs bu 4-cü əsrin hansı yarısıdır? Eradan əvvəl əsrin birinci yarısı, tutaq ki, bu 4-cü əsrdir. 4-cü əsrin birinci yarısı 400-dən deməli olacaq 350-yə qədər. 400-dən 350-yə qədər. İkinci yarı isə olacaq 350, burada lap bir yazsaq daha doğru olur. 350, 300 aralığı isə olacaq bu 4-cü əsrin, təbii ki, eradan əvvəl. 4-cü əsrin olacaq ikinci yarısı. Baxırıq ki, 330-cu il hansı ilin arasındadır? Bu aralıqdadır. Deməli, ikinci yarıdır. Çünki eradan əvvəl böyükdən kiçiyə doğru hadisələr azala gəlir. Daha böyük olan tarix daha qədimdir. Məsələn, buna baxsaq, bu bizim erada olan bir il olsaydı, 330. Rahat deyəcəyik ki, 330-sa bu 4-cü əsrin birinci yarısıydı. Niyə? Çünki 350-yə qədər baş verən tarix idi. Bunu tapmaqdan ötürü eradan əvvəl olanı, bu biraz belə deyək, vaxt aparır deyə bəzi böyük rəqəmlər falan. Onda bunu bizə veriləni eradan əvvəl soruşsa da, biz bizim erada tapırıq, eradan əvvəli 10 əksin götürürük. Bu daha asan başa gəlir. Sonra baxaq. Deməli, tutaq ki, bəs yaxşı, bu neçənci minillikdir? Eradan əvvəl 330-cu il neçənci minilliyə düşür? Yəni 4-cü əsr. Bilirik ki, bax, 1 10-cu əsr birinci minillikdir. Çünki 10 dənə əsrimiz tam olmalıdır ki, 1 minillik deməli baş verib bitsin. 11 20-ci əsr aralığında olan hadisələr ikinci minillik. 21 30 3-cü minilliyə düşəcək. Bu da baxırıq 4-cü əsr 1 10 aralığındadırsa, deməli bu düşəcək 1-ci minilliyə. Amma biz eradan əvvəldir, bunu artıq bu qayda ilə də belə deyək, qeyd edə bilərik. Çünki eradan əvvəl artıq belə götürəcəyik. 10 azala gəldiyinə görə. Bir əsr aralığındakılar nə olacaq? 1-ci minillik, amma yenə qayda dəyişməyəcək. Tutaq ki, bəs 2-ci minillik onda hansı aralıqda olacaq? Tutaq ki, 3, 30. Hə, deməli, qoy elə 3-dən yazaq. 30, 30-cu yəni əsr, 21 olacaq bu. 3-cü minillik eradan əvvəl. 20, deməli, 11 aralığı olacaq 2-ci minillik. Sonra 10-dan 1-ə qədər olacaq 3-cü minilliyin deməli düşən tarixləri, əsrləri belə tapa bilərik. Yəni eradan əvvəl 330-cu il 4-cü əsrdir və 4-cü əsrin ikinci yarısıdır. Bizim eradımızda 4-cü əsrin birinci yarısı olacaq. Baxaq rüb anlayışına. Rüb bizim erada 1.25 olacaq. Birinci rüb 26.50
Deməli, ikinci rüb, səliqəsiz yazıram, üzrlü sayın. 51, 75, üçüncü rüb, 76, 100 olacaq, dördüncü rüb. Bu söhbət bizim yeradan gedir. Məsələn, bizim yeraya aid tutaq ki, bir dənə nəsə il götürək, baxaq. Məsələn, hansı il ildir? İl tapmacı. Məsələn, 732-ci il Poitiers döyüşü. 732-ci il Poitiers döyüşü. Görək bu 8-ci əsrin hansı rübünə düşür? 25'e qədər, 1-25 aralığında olanlar hamısı düşürdü birinci rübə. Amma bu baxırıq ki, bu 26-50 aralığındadır. Deməli, bu 8-ci əsrin 732-ci il ikinci rübünə aid hadisədir. Bu 8-ci əsrin ikinci rübüdür. Çünki 26-50 aralığındakı hadisədir. Amma bunu indi bizim eradan əvvələ baxsaq, görək bəs onda nə cürdür rüblər? Bir dəqiqə onları silək. Niyə silməsin bunları? Yaxşı, baxaq. Deməli 1.25 bunu yazaq hələ ki. 1.25 sonra yazaq. 1.25 bu eradan əvvəl bizdə başqa formada olacaq. Bir dəqiqə 26 görək bunu silməyə bacararıqsa. Nəysə. Yaxşı, qoy aşağıdan yazım. Deməli 176 söhbət eradan əvvəl gedir. Bu olacaq birinci rüb. 75, 51 ikinci rübdür. 50, 26 üçüncü rübdür. 25, 1 illər aralığı dördüncü rübdür. Söhbət gedir eradan əvvəl. Deməli, bizim eranın, belə deyək, əksinə baxırıq. Rüblər barədə əksinə baxırıq. İndi bir dənə il götürək, tutaq ki. Görək bu eradan əvvəl hansı rübə düşəcək. Məsəl üçün, Böyük Çin səddinin tikilməsi eradan əvvəl 214. Bu gördüyümüz kimi eradan əvvəl 214-cü ildir. Yəni 3-cü əsrin sonudur, sonlarıdır. Ona görə ki, bizim eradan əvvəl hadisələr böyükdən kiçiyə doğru azala-azala gəlmişdir. Yaxşı, bəs bu neçənci rübə düşəcək? Eradan əvvəl 3-cü əsrin neçənci rübüdür? Görürük ki, bax 25 bir aralığındadır. Ona görə düşəcək 4-cü rübü, ən sonuncu rübü. Bizim eradakı 214 olsaydı, deyəcəkdik 1-ci rübüdür. Eradan əvvəl deyirik, amma 4-cü rübüdür. Bircə dəqiqə, mən bunu silim. Bunu tapmaqdan ötürü, deməli, ən asan yol, əsasən bizim erada olanları, bircə dəqiqə mən bu yenisini götürüm. Bunun nəsə, deməli, yazmaq beyni getdi. Aha. Deməli, sonra baxaq başqa bizim nələrimiz vardı. Minilliyin də birinci yarısı bizim erada 1-500-cü il aralığı. Yəni 1-5-ci əsrlər olacaq minilliyin birinci yarısı. Minilliyin birinci yarısı 500 min aralığı olacaq isə. Deməli, bu aralıqdakı illər, əsrlər olacaq birinci minilliyin tutaq ki, ikinci yarısı. Amma yenə eradan əvvəl bunun əksi olacaq. Çünki eradan əvvəl artıq mindən 1-ə doğru gələcək. Söhbət birinci minillikdən gedir. Onda olacaq eradan əvvəl olanda 1000, bir də 500 aralığı. Bu olacaq minilliyin birinci yarısı eradan əvvəl. 500-dən birinci ilə qədər eradan əvvəl olacaq minilliyin ikinci yarısı. Tutaq ki, bizə
Məsələn, bir dənə il götürək. Deyək ki, məsəl üçün hansı il? Eradan əvvəl 672-ci il. Eradan əvvəl 672-ci il. Media dövlətin yaranması, müstəqil media. Bunu görək indi biz minilliyin birinci minillikdir gördüyümüz kimi. Niyə? Çünki 7-ci əsrdir. Hələ 10 əsr baş verməyib ki, 11-ci əsrə keçməyib ki, 2-ci minillik ola. Gördüyümüz kimi. Bircə dəqiqə lövhəni təmizləyim, sonra daha rahat olsun. Aha. Deməli, eradan əvvəl 672-ci. Gördüyümüz kimi 7-ci əsrdir. Bəs yaxşı, bu 7-ci əsrin eradan əvvəl olduğuna görə neçənci yarısıdır? 7-ci əsrin birinci yarısıdır. Niyə? Çünki 50-ci ilə qədər əsrin eradan əvvəl birinci yarısıdır. Deməli, 7-ci əsrin birinci yarısı, gördüyümüz kimi 7 əsrdir deyə birinci minillik. Minilliyin neçənci yarısıdır? Birinci yarısı. Niyə? Çünki hələ 7-ci əsrdir. 5-ci əsr, deməli 5-ci əsrə qədər olan hadisələr olacaq minilliyin birinci yarısı. Deməli, həm bu əsrin birinci yarısıdır 7-ci əsrin, həm də eradan əvvəl, deməli, birinci minilliyin də birinci yarısıdır. Yaxşı, eradan əvvəl birinci minilliyin ikinci yarısına aid bir dənə nəsə hadisə deyək. Tutaq ki, məsələn, 206-cı il eradan əvvəl Xan sülaləsinin, deməli, hakimiyyətə gəlməsin məsələn. Bu olacaq eradan əvvəl 3-cü əsr, bildiyimiz kimi 3-cü əsr, bunu yəqin ki, rahat təyin edə bilirik. Oldu bu eradan əvvəl 3-cü əsr, birinci minillik, birinci minilliyin ikinci yarısı. Çünki artıq 3-cü əsrdir. 5-ci əsrdən düşüb aşağı. 3-cü əsrdə ona görə də birinci minilliyin ikinci yarısıdır. Yaxşı, bəs bu 206-cı il. Bircə dəqiqə. Birinci 672-yə baxaq. Eradan əvvəl 672. Eradan əvvəl 672. Bu deməli neçənci rüb olacaq? Eradan əvvəl 7-ci əsrin neçənci rübüdür? Biz bildik ki, 100 ilə 76 aralığı olurdu bizdə birinci rüb. 75-51 ikinci rübə düşürdü. Bu da 672-ci ildir. Buna baxırıq. 72-ci il. Ona görə də düşəcək bu eradan əvvəl, deməli, ikinci rübə. Çünki 75-51 aralığındadır. Amma bizim erada olsaydı, bəs neçənci rüb olacaqdı? Bizim erada olacaqdı 3-cü rüb. Çünki bizim eranın 3-cü rübü 51-75 aralığı idi. Bizim erada olacaqdı bu 3-cü rüb. Deməli belə. Sonra başqa nələr var idi? Deməli, baxaq başqa bir deməli qaydaya, hesablama qaydasına. Əgər bizə 2 dənə hadisə veribsə və bu verilən hadisələrin hər ikisi eyni eraya aiddirsə, yəni tutaq ki, ikisi də eradan əvvəldirsə, bu zaman onlar arasındakı deməli keçən zamanı tapmaqdan ötürü çıxacaq. Tutaq ki, Böyük Çin səddinin tikilməsindən 214-dən deyir ki, Karra döyüşünə qədər, Roma Porfiriyasında Karra döyüşünə qədər nə qədər vaxt keçib? Onda çıxmalıydıq. Yəni 214-dən 53 çıxacaq. Çünki ikisi də bizim eradan əvvəl baş verib. Böyük rəqəmdən kiçiyi çıxırıq. Amma tutaq ki, deyir bizə, Frank imperiyasının yaranması, bir də deyir ki, tutaq ki, hər hansı bir rəqəm 605 Aşşur dövlətinin, deməli, Assuriyanın süqutundan bilirik ki, 605-dir. Frank imperiyasının yaradılmasına qədər nə qədər vaxt keçib? Bildiyimiz kimi bu eradan əvvəldir. Frank imperiyası da bizim eradır. Onda biri eradan əvvəldir, biri bizim eradır. Bunlar arasındakı zaman fərqini tapmaqdan ötürü mütləq toplayırıq. Yox, əgər ikisi də bizim eradadırsa, yenə onlar arasındakı bu asandır. Zaman fərqini tapmaqdan ötürü, deməli, böyük rəqəmdən kiçiyi çıxacaq. Bu asan bir şeydir. Tutaq ki, Eldənizlər dövlətinin yaranmasından Səfəvilər dövlətinin yaranmasına qədər nə qədər vaxt keçib? 1501
1136-nı çıxırıq rahat. Yəni bu elə də çətin bir şey deyil. Çətin bir yəni baş verən proses deyil. Sonra deməli başqa bəzi deməli uşaqlar, ümumiyyətlə müəllimlər nəyi qarışdırır? Eranı tutaq ki 1000 il kimi nəzərdə tutur. Əslində era müəyyən bir başlanğıc nöqtəsidir. Yəni eranın dəqiq nə qədər 1000 illik daxildir, nə qədər əsr daxildir, belə bir yəni anlayış yoxdur. Era tarixdə müəyyən bir başlanğıc nöqtəsidir. İlin hesablanması müxtəlif vaxtlarda, deməli, müxtəlif yerlərdə, müxtəlif vaxtlardan götürülür. Bildiyimiz kimi Yunanlar ilk olimpiya oyunlarının keçirildiyi tarixdən, Romalılar Roma şəhərinin salınmasından, yəni 776-dan Yunanlar, 753-dən isə Romalılar götürürdü. Qədim dövlətlərin demək olar əksəriyyətinin təqvimi var idi, amma hesablanması qaydasına deməli baxacaq. İnşallah, məsələn, bir şey də yadımdan çıxdı. Tutaq ki, baxırıq ki, eradan əvvəl 13-cü əsr. Tutaq ki, 2-ci Ramzesin Het dövləti ilə mübarizəsini bilirik. Görək neçənci minilliyə düşür. Biz bayaq dedik ki, eradan əvvəl 20 10 aralığı olanlar, daha doğrusu 11 aralığı olanlar düşürdü. Deməli, 2-ci minilliyə. Görürük ki, 13 əsr. Bunu rahat, yəni deyərkən də müəyyən eləmələr. Çünki 10 əsr 1 minillikdir. Burada 10 dənə əsr tamam olub. 3 əsrdə 7 vardır 2-ci minillikdə. Gördüyümüz kimi 2-ci minillikdir bu. Eradan əvvəl 2-ci minillik. Yaxşı, bu eradan əvvəl 2-ci minilliyin birinci yoxsa ikinci yarısıdır. 2-ci minillikdə biz bilirik ki, birinci yarı olacaq 20 ilə 20 deməyək, 20 də deyək, belə demək olar. 20-15-ci əsr aralığı. Bu birinci yarıdır. Amma bu 13-cü əsrə baxırıq, görəcəyik ki, bu artıq 5-ci ilə, deməli, 5-ci əsrlə 10-cu əsr arasındadır ki, daha doğrusu 15-ci əsrlə, deməli 10-cu əsr aralığındadır. Bu əsrin ikinci yarısına düşür. Çünki belə baxsaq, tutaq ki 11 15. Bu deməli bizim erada götürsək, 2-ci minilliyin birinci yarısıdır. Amma eradan əvvəl götürsək, 2-ci minilliyin ikinci yarısıdır. 13-cü əsr eradan əvvəl düşəcək 2-ci minilliyin ikinci yarısına. Amma 18-ci əsr desəydim eradan əvvəl, bu düşəcəkdi eradan əvvəl 2-ci minilliyin birinci yarısına. Çünki 15-ci əsrə qədər baş verən bir proses idi. Sonra bəs yaxşı desəm ki, 2-ci minilliyin bu 13-cü əsr. Nə bilim 13 olmasın, 14 olsa olar. Deməli 13-cü əsr. 2-ci minilliyin neçənci yarısı olur? Minilliyin neçənci yarısı? Bunu dedik, ikinci yarısıdır. Sonra bəs baxsaq ki, bəs məsələn bircə dəqiqə bunu bir dənə 13-cü əsrə aid bir rəqəm deyək, elə baxaq. Rübə anlayışına görə demək istəyirəm. Tutaq ki 1206 eradan əvvəl gedir amma söhbət. 13-cü əsrə aid bir rəqəm demişəm. Bəs bu neçənci rübə olacaq eradan əvvəl? 13-cü əsrin son rübü, 4-cü rübü. Eradan əvvəl olanda 25 ilə 1 aralığı 4-cü rüb olurdu. Amma biz bu sonuncu 2 rəqəmə baxırıq təbii ki. Amma bizim erada olsaydı, tutaq ki bu 1206 olacaqdı təbii ki 13-cü əsrin 1-ci rübü. Çünki 1-25 aralığında 1-ci rübə daxil olan rəqəmlər idi. Belə bu qədər. İndi yenə 1-2 dənə misal üzərində baxaq, sonra bitirək. 776 eradan əvvəl. Gördüyümüz kimi 776 8-ci əsrdir eradan əvvəl. 1-ci minillikdir. Yaxşı, bu 8-ci əsr 1-ci minilliyin eradan əvvəl 2-ci yarısıdır, yoxsa 1-ci yarısı? 5-ə qədər olanda deyə bu deyəcək 1-ci yarısıdır. Eradan əvvəl 1-ci minilliyin 1-ci
yarısı hesab olunacaq 8-ci əsr. Sonra başqa, məsələn, gəlin tutaq baxaq 1492 Kolumbun Amerikanın deməli kəşf etməsinə. 1400 bu çox gözəl yazıram. 1492. Aha, buna görə bu neçənci əsrdir? 4 rəqəm olanda belə böldük. 15-ci əsr. Yaxşı, bu 15-ci əsrin neçənci rübüdür? Baxıb görürük ki, 76 bizim eradan gedir söhbət. 100 aralığıdır deyə bu olacaq son rübü, 4-cü rübü. Yaxşı, bəs eradan əvvəl olsaydı bu onda hansı rübü olardı? Ona da baxaq. Bir dəqiqə. Hə. Eradan əvvəl olsa görürük ki, bu artıq deməli 15-ci əsrin 176 aralığındadır deyə olacaq 1-ci rübü. Elə belə də baxanda görürük ki, hələ indi başlayıb da 92, yəni təzə başlayıb. Bu elə 1-ci rübü olar. Adətən bunu rahat tapmaqdan ötürü bilirik ki, bizim erada deməli 1-ci rüb olan eradan əvvəl ən sonuncu rüb olar. Belə də tapa bilərik. Belə bugünlük bu qədər. Məncə bu mövzu elə də bir çətin deyil. Çətin məqam yoxdur.